Salam, hər vaxtınız xeyir olsun. Bu videomuzda test 11'in izahını verəcəm. Gəlin vaxt itirmədən keçək testimizin izahına. Deməli, bir nömrəli sualda bizə fx və gx funksiyaları verilib. Bizə deyir, bu funksiyaların asimptotları ilə hüdudlanmış fiqurun sahəsini tapın. Asimptot nə idi? Funksiyanın müəyyən dəyərlərə, müəyyən bir qiymətlər var ki, onlara yaxınlaşsa da, onun düz dibinə qədər yaxınlaşsa da heç bir zaman o qiymətləri almayacağı dəyərlər var. Y o dəyərləri almazsa buna üfüqi asimptot. İkisi o qiymətləri ala bilmirsə buna şaquli asimptot deyirlər. Məsələn, bir dənə koordinat oxu çəkib göstərək. Əvvəlki suallarda, test izahlarında bunlar var deyə üzərində çox qalmayacağım. Şaquli asimptot budur. Məsələn, yazıram 2 nöqtəsi olsun bu. Funksiya hər zaman yaxınlaşır, ancaq heç bir zaman bu iki qiymətini almır. Yaxşı, uzaqdan da baxanda bu şəkildə görsənir. Buna deyirlər şaquli asimptot. Üfüqi asimptot isə bu formada olur. Məsələn, atıram özümdən 3 düz xətti. Funksiya hər zaman gəlir, heç bir zaman bu 3 qiymətini almır. İndi bizim şaquli asimptot və üfüqi asimptotları necə tapırıq? Məxrəci sıfıra çevirən dəyər bizim şaquli asimptotumuz olur. İkiz heç bir zaman 4 qiymətini almaz. Surətdə olan x-in, məxrəcdə olan x-in əmsallarına olan nisbəti isə üfüqi asimptotu verirdi. Y bərabərdir 5'i 1'ə böləndə 5 edəcək. 4 bizim şaquli, 5 isə üfüqi asimptotumuzdur. İstəyirsinizsə bunu burada qeyd edək. 4 təsadüfən tutaq ki, düşsün bura. Bu bizim 400 xəttimizdir. Hətta bura olsun. 5 də hara düşsün tutalım ki, 5 də bura. Bu da bizim 500 xəttimizdir. Yaxşı, bu şəkildə olsun. Daha sonra digərində baxaq. Məxrəci sıfıra çevirən qiymətimiz x bərabər -1. Surətdə x-in əmsalı ilə məxrəzdəki x-in əmsallarını bir-birinə böləndə y-imiz edəcək -2. -2'ni 1'ə böldüm. Bu da bizim üfüqi asimptotumuz. -1 hara düşər? -1 bura düşdüyü üçün buradan bir düz xətt çəkərəm. Sonra y bərabər -2. -2 hara düşər? -2 də buralara düşsün. Bu da bizim üfüqi asimptotumuz. İndi bunlarla hüdudlanmış fiqurun sahəsini, bizə bu fiqurun sahəsini istəyir. Düz bucaqlının sahəsini. Eni uzunluğuna vuracaq. Deməli, bu 400 xəttimizdir. Bura 4. Deməli, sola nə qədər getmişik? -1. 4 ilə -1 arasındakı məsafə nə qədərdir? 5'dir. Bura baxsaq, yuxarı 5 çıxmışıq. Buradan bura qədər məsafəmiz 5'dir. Buradan bura qədər aşağı məsafəmiz -2'dir. Yəni, bura -2 nöqtəsi də düzdürmü aşağı? Ümumi olaraq 5, -2 nə qədər düşdü aşağı? Bu məsafədə 7 olacaq. Sahə en uzunluğuna vurmaq 7 vurulsun 5'dən 35 olacaq. Düzgün cavab A. 2 nömrəli sualda bizə deyir ki, x-in hansı qiymətində funksiya ən kiçik qiymətini alar. Baxın, burada nə edəcəm? Yazma yolları müxtəlifdir. Ən avantajlı yollarından biri, bax bu sualda tıpatıp bir-birinə bənzədiyi üçün mən belə yazıram. X-in kvadratı, bunu biraz kiçildək. Nə qədər kiçiymiş ha. X-in kvadratı üzərinə gəlinsin 4x, üzərinə gəlinsin 5 yazdım. Amma bu 4'dür. O zaman 4 olması üçün gərək 1 çıxam. Aşağıdakı ifadə olduğu kimi qalır. Bu şəkildə yazdım. Düzdürmü? İndi bunu ayrı-ayrı mən kəsirlərdə yaza bilərəmmi? X-in kvadratı üzərinə gəlinsin 4x, üzərinə gəlinsin 5. Bölünsün x-in kvadratı üzərinə gəlinsin 4x, üzərinə gəlinsin 5. Çıxılsın 1 bölünsün x-in kvadratı üzərinə gəlinsin 4x, üzərinə gəlinsin 5. Bunlar islah, ixtisar getdiyi üçün olacaq belə 1 çıxılsın bu ifadə. Bunu istəyirsinizsə bunun yanında yazım daha səliqəli olsun. Aha, bax bu formada. İndi mənə bu ifadənin nəyini soruşur? Ən kiçik qiymətini soruşur. İndi diqqətlə qulaq asın. Bu ifadəmin, cavabımın ən kiçik olmağını istəyirəmsə, birdən çoxmu şey çıxaram, azmı şey çıxaram? Ən kiçik istəyirəmsə, çox şey çıxaram. O zaman bu qiymətim çox olmalıdır. Yəni, ən böyük qiyməti tapmalıyım bunun. İndi belə bir sual yaranır. İndi bu ifadəmin ən böyük olması üçün biri az mı şeyə bölüm, çox mu şeyə bölüm? Ən böyük olması üçün
Gərək biri az bir şeyə böləcəm. O zaman mənə bu ifadənin aşağıda olan bax bunun nəyə lazımdır? Ən kiçik qiyməti lazımdır. Mənim dərdim, sərim indi bunu tapmaqdır. X kvadratı üstə gələk 4x üzərinə gəlinsin 5. Bunun ən kiçik qiyməti nəyə bərabərdir? Ən kiçik qiyməti tapmaq üçün m-in yəqin ki bu qaydaları bilirsiniz. Təpə nöqtələrimizdir. M nəyə bərabərdir? Mənfi b bölək 2a düsturuna görə mənfi 4 bölək 2-dən cavabımız mənfi 2-dir. Bu m ən kiçik qiyməti tapmır. Ən kiçik qiymətə çevirəni tapır. Ən kiçik qiymətin özünü tapmaq istəsəz, mənfi 2 aparıb yerinə yazmalısınız. Amma mənə bu sualda deyir ki, funksiyanın ən kiçik qiymətini alır. X-in hansı qiymətində? Yəni x-ə nə verəndə ən kiçik qiyməti alır? İndi bu hesabladıq elədik hər şeyi. Yəni bunun ən kiçik qiymətini soruşurmuş. Mənfi 2 qiymətində olacaq A bəndi. Gəlin baxaq 3 nömrəli suala. 3 nömrəli sual əvvəlki suallarla test 10-da idi deyəsən. Test 10-da 19 nömrəli sualla biraz yaxınlığı olacaq. Çalışacağım müxtəlif yollarla deməyə, amma indi bilmirəm. Mənə deyir ki, funksiya ən kiçik qiymətini alar. Funksiyanın ən kiçik qiymətini soruşmur. X-in hansı qiymətində ən kiçik aları bizdən soruşur. Mən nə edəcəm? 19 nömrəli sualda etdiyimiz kimi deməli hər tərəfi x-ə böləcəm. Bax, hər tərəfi x-ə böl. X-ə bölsəm nə baş verir? X gedər. X gedər. Bunu da x-ə böldüm. Oldu belə. Mənfi. Surətdə qaldı 1. Aşağıda qaldı 12x. Biri qaldı axı. Burada da qaldı 3 bölünsün x. Düzdürmü? İndi diqqətlə qulaq as. Mənə deyir ki, ən kiçik qiymətini alar. Ən kiçik olması üçün mənfi ədədimdir zaten. Bu bir mənfi ədəddir. Gərək bu ifadə necə olsun? Bu ifadə çox böyük olsun da. Yəni ən böyük qiymətini alsın ki, mənfi deyib ən kiçik alsın. Tamam, ən böyük alsın. Ən böyük alması üçün məxrəc gərək nə ola? Məxrəc də gərək biri ən kiçik bir şeyə böləcəm. Tamam. Demək ki, mənim dərdim, sərim bu ifadənin ən kiçik qiymətini tapmaqdır. Yəni 12x üzərinə gəlinsin 3 bölü x. Bunun ən kiçik qiymətini tapmaq. Bu suallarda mən Koşi teoremindən istifadə olunmasını demişdim. Koşi teoreminə görə əgər x-lərin müsbətdirsə, böyük bərabər 2 kök altında bu ədədlərin hasili olur. Kiçikdirsə, əgər bu ədədlərin mənfidirsə, yəni kiçik bərabər mənfi 2 kök altında bu ədədlərin hasili olur. Ancaq mənə nə lazımdır? Bu ifadəmin ən kiçik alması üçün. Bu ifadəmin ən kiçik alması üçün elə mənfi olması da mənə məsləhətdir. Gərək bu ifadəmdə müsbət qala. Müsbət qalması üçün də gərək x-lərin müsbət ola. O zaman x-lərin müsbət olduğunu bilib həll edəcəm. Bu ifadə böyük bərabər olur 2 kök altında bu ədədlərin hasilindən. 12x vurulsun x-də 3. Bunlar gedər 36, 36-dan da nə çıxar? 6. 6 dəfədə 2 12 alar. Demək bu cavab ən kiçik 12 alacaq, 12-dən müsbət sonsuzluğa. Düzdürmü? Amma mənə ən kiçik qiyməti yox, ən kiçik qiymətə səbəbkarı soruşur. O zaman 12x üstə gələk 3 bölü 2 ən kiçik 12 alar. Gəl görək x-ə nə verəndə. Bu tənliyi həll edək. Hər tərəfi x-ə vuraq. 12x kvadratı. X-ə vurduğumuz zaman gedər. Çıxılsın 12x üzərinə gəlinsin 3 bərabər 0. Hər tərəfi 3-ə bölsək. Bu nəyin açılışıdır? 2x çıxılsın 1-in mötərizə kvadratıdır. Demək 2x bərabərdir 1-ə, x də bərabərdir 2-də 1-ə. Yəni x-in 2-də 1 qiymətində ən kiçik qiyməti alarıq. Düzgün cavab A bəndi. Və yaxud da ikinci bir yolda, demək mənim borcum olsun. İkinci bir üsulda o diskriminat yolu ilə yazmaqdır. Yəni mənfi x bölünsün 12x kvadratı üzərinə gəlinsin 3-ü y-ə bərabər edirəm. Diqqətlə bax. Çarpal şəkildə vuranda 12x kvadratı y üzərinə gəlinsin 3 y bərabərdir mənfi x-ə. Düzdürmü? Sol tərəfə göndərsək 12 y bunun yanına yazsam bir problem olmaz yəqin. Yerini dəyişdim sadəcə. Üzərinə gəlinsin 2x, üzərinə gəlinsin 3y bərabərdir 0. Bu mənim kvadrat tənliyimdir. Kimdir burada dəyişənim? X-ə dəyişən gözü ilə baxıram. Bunlara bir ədəd gözü ilə baxın. Sanki bir ədədimizmiş kimi. Sanki bir ax kvadratı kimi. Yaxşı.
İndi bu tənliyimiz 0 olması üçün demək kökü var. Kökün olması üçün diskriminant 0-a bərabər və yaxud da 0-dan böyük olmalıdır. Tənliyimizi həll edib diskriminant 0-dan böyük edək. B kvadrat çıxılsın 4ac. Yəni 1 çıxılsın 4ac. 4 vurulsun 12y vurulsun 3y. Böyük olmalıdır 0-dan. Yəni 1 çıxılsın 144y kvadratı böyük bərabərdir 0-dan. Bu da 1 çıxılsın 12y. 1 üzərinə gəlinsin 12y-in açılışıdır. Hər bir vurğu 0-a bərabər edəcək. Y bərabərdir 1 bölü 12 alınacaq. Y bərabərdir mənfi 1 bölək 12 də digəri alınacaq. Ədəd oxunda bunları qeyd edirik. Bərabərsizlik bu şəkildə həll olunur. Y-in önünə baxırsan, əgər mənfidirsə, digəri müsbətdirsə, mənfi, müsbət, mənfi deyə düzürsən. Bizə müsbət aralıqlar lazım olduğu üçün cavabım mənfi 1 bölü 12 ilə 1 bölü 12 aralığında olacaq. İndi mənə qayda nədir? Tamam. Bu mənim ən kiçik qiymətim. Bu ifadənin qiymətlər oblasını hal-hazırda biz tapdıq. Bizə deyir ki, ən kiçik qiymətini nə zaman alar? Ən kiçik qiymət hal-hazırda nədir görürük? Bax, bu dəyər. Bu bizim ən kiçik qiymətimizdir. Yəni, verilən bu ifadəni ən kiçik qiymətidir hal-hazırda yazdığımız. Onda bu ifadəni ona bərabər eləsək, yəni mənfi x bölünsün 12x kvadratı üzərinə gəlinsin 3-ü bərabər edirəm mənfi 12-də 1-ə. Görək x-ə nə verdik ki, bunu aldıq? Bu mənfilər gedər. Çarpaz şəkildə vursaq, 12x-in kvadratı üzərinə gəlinsin 3 bərabərdir 12x-ə. Daha sonra 12x kvadratı çıxılsın 12x üzərinə gəlinsin 3 bərabərdir 0-a. Hər tərəfi 3-ə bölsək 4x kvadratı çıxılsın 4x üstə gələk 1 bərabərdir 0-a. 2x çıxılsın 1-in kvadratı 0 edər. X də buradan 2-də 1 edər. Bu da ikinci yolla yazma üsulu. Bəlkə də uzun kimi gələr, uzun deyil. Bax, izah edirəm deyə. Bunu y-ə bərabər etmək daha ağlına gəlsin. Qiymətlər oblasını tapanda bu üsuldan istifadə elə könül rahatlığı ilə. Amma bu tapdığın qiymətlər oblasıdır. Ya x deyil. X-ə nə verdin ki, o, məsələn, sualda belə də sorsa bilərdi. X-in hansı qiymətində ən böyük alır? Sən ən böyük qiymətini tapdın. Düzdürmü? İndi x-ə nə verdin ki, bunu alırsan? İndi o zaman bu ifadəni ən böyüyü tapdın da buna bərabər et. Gör x-ə nə verdik ki, bu alındı şəklində də yaza bilərsən. Hələ 4-cü sualdayıq. 12 dəqiqə vaxt keçibdir. Üzrlə hesab eləyərsin inşallah. Gəlin baxaq 4 nömrəli suala. 4 nömrəli sualda deyir ki, funksiyanın mənfi 4-5 parçasında ən böyük qiymətini tapın. Ən böyük qiymətini necə tapar? Ən böyük qiymət deyir. Bəli, ən böyük qiymətini necə tapar? Bu tip suallarda parçada verilən bu sərhəd nöqtələrin hər birini yerinə yazırsan. Qayda kimi də dəftərini yaza bilərsən. Parçada ən böyük və ən kiçik qiymətlərin tapılması üçün verilən parçadakı qiymətləri aparıb funksiyanda yerinə yazırsan. Aralıqdakı bütün ədədləri yazmağa müəllim ehtiyac var? Yox, ehtiyac yoxdur. Çünki zaten 5 var, bir də mənfi 4 var. Biri sənə ən böyüyü və yaxud da ən kiçiyi verəcək. Aparıb 5-i yerinə yazırsan. 5-in kvadratı 25, 5 dəfə 2 10, üzərinə gəl 3. Bu da edər neçə? 28, 10 da çıxanda 18. Mənfi 4 aparıb yerinə yazsan 16, üzərinə gəlinsin 8, üzərinə gəlinsin 3. Bu da edəcək 27. Hansı daha böyük elədi? 27 B bəndi. Əslində işimiz bitirdimi? Deməli bu burada əlavə olaraq törəmə də tapılmalıdır. Funksiyanın parçada olan ən kiçik qiymətini tapmaq üçün bu qiymətləri qoydun. Bəli, qoydun. İndi daha sonra törəmə tapmalısan və yaxud da vurğulara ayırma yolu ilə bu ifadənin həqiqətən ən böyük neçə aldığını da görə bilərsən. Və niyə yazmadıq müəllim o üsulla? Çünki bu ifadəmin ən böyük qiyməti zaten yoxdur. Sadəcə bu parçada ən böyük qiymətin soruşduğu üçün yazdım. Necə yəni yoxdur? Ax kvadratı üzərinə gəlinsin bx üzərinə gəlinsin c. Bu funksiyam əgər a müsbət olarsa, bunun ən kiçik qiyməti var. Və yaxud da a mənfi olarsa, bunun ən böyük qiyməti var. Yəni tapa bilərəm. Bunun a'sı müsbət olduğu üçün bunun ən kiçik qiyməti var. Ən böyük qiyməti tapanmaraq. Niyə tapanmaraq müəllim? Çünki bunun qrafiki bu şəkildədir. Parabola
Sonsuzluğa doğru gedir. Mən nə bilim, ən böyük nə alacaq. Amma bu parça aralığında bilərəm nə böyük alır. Qiymətləri qoyub yerinə taparam. Niyə bunu belə danışıram? İndi 5 nömrəli suala bax. 5 nömrəli bu sualda bizə funksiyanın bu parçadakı ən kiçik qiymətini istəyir. Baxın, ən kiçik qiymətini istəyir. İndi bu funksiyamızda a-mız, yəni ax kvadratında olan a-mız müsbətdir. Gördüyümüz kimi mənfi deyil. A müsbət olduğu üçün bunun ən kiçik qiyməti var. Heç parçada deməsəydi belə, ümumiyyətcə mənə sual versə ki, bunun ən kiçik qiymətini tap, mən taparam. Gəl onda bunun ən kiçik qiymətini biz özümüz tapmağa çalışaq. Ən kiçik qiyməti nədir? 2 dənə yolla izah edəcəm ən kiçik qiymətin tapılmağı. Birinci üsul ən sevdiyim yoldur. Kvadratik bir funksiyada x-in əmsalını yarısını götürürəm. 2 çıxılsın 2-nin kvadratı. Bunu açanda indi bax özündə x kvadratı yaranacaq var. Birinci ilə ikincinin hasının 2 qatı var. Artıq olaraq 2-nin kvadratı yaranır. Hər zaman qısacası belə yaz. Mən belə yazıram. Bunun yarısını götürün. Hər zaman burada duranın kvadratını çıx. 4. Üzərinə gəlinsin 7. 7-dən 4 çıxanda 3. Bu çöldə duran ifadəmiz bizim ən kiçik qiymətimizdir. Ən kiçik qiymətimiz budur. Nə zaman? Gərək bu olmasın. Bu olmayanda da 0 olmalıdır. X-ə də nə qiymətin verək? X-ə gərək 2 qiymətin verək. Bax, ən kiçik qiymət 3-dür. Amma 2 isə səbəbkardır. Ən kiçiyə çevirən qiymətdir. Tamam mı? Tamam. İndi bizim ən kiçik qiymətimiz 3-dür. X-ə nə verəndə? 2 verəndə. Amma sənə deyir ki, bu parçada ən kiçik qiymətini tap. Görsən, sənin x2 verəndə ən kiçiyi tapırsan, razıyam. Amma mən sənə x2 verməyə icazə vermir. Deyir 5 bir parçasında, üzr istəyirəm, bura hətta -5'dir. -5 bir parçasında ən kiçik qiymətini tap. Ona görə bizim ən kiçik qiymətimiz 3'dür. Variantlarda da var, yazsan səhv çıxacaq. Çünki 2 verəndə 3 alırsan, 2 də bu aralıqda yoxdur deyə götürmürəm. İndi bu qiymətləri yerinə yazacağam. 1'i aparıb yerinə yazanda 1 çıxılsın 4 üstə gələk 7. 8'dən 4 çıxanda 4 qalır. Bir dəfə də -5'i yazanda 25 üzərinə gəlinsin 20 üzərinə gəlinsin 7. Bu daha çox etdiyi üçün ən kiçik qiymətimiz 4 olacaq. B bəndi. Müəllim, əgər belə olsaydı aralığımız -5 ilə 3 arasında desəydi ən kiçik qiyməti tap, onda könül rahatlığı ilə bu 2'ni aparıb yerinə yazardım. Gəlin baxaq 6 nömrəli suala. Deməli, funksiyanın təyin oblastı ilə qiymətlər çoxluğu üst-üstə düşür deyir bu sualda. Nə zaman baş verər bu hadisə? Funksiyanın təyin oblastı, qiymətlər oblastı üst-üstə düşsün. Bu nə deməkdir? Məsələn, fx funksiyası. Fx funksiyası, bunu belə göstərim. Tamam da, fx nə deməkdir? Əslində bir y deməkdir da. Bax, təyin oblastı ilə qiymətlər oblastı üst-üstə düşməsi o deməkdir ki, funksiyanın tərsi ilə özü eyni olur. Necə? Bax, belə bir funksiyamız olsun. Tutalım ki, 2 qiymətini verdin, 2 aldın. Düzdür? İndi, bu sənin x oxundu, bu sənin y oxundu. Hal-hazırda bunun oxunuşu nədir? X-ə 2 verdin, cavab olaraq da 2 aldın. Funksiyanın təyin oblastı nədir? X-ə verdiyin qiymətlər. X-ə verdiyin qiymət 2'dir. Bu sənin təyin oblastındır. Y-in aldığı cavablar da qiymətlər oblastındır. Tərsini tapmaq nə deməkdir? Funksiyanın tərsini tapmaq. Tərsini taparkən x ilə y yer dəyişirdi də, düzdürmü? O zaman təyin oblastı ilə qiymətlər oblastı da yer dəyişməlidir. Ancaq burada dəyişkənlik baş vermir. Çünki təyin oblastı ilə qiymətlər oblastı eynidir. Həqiqətən 2 verirsən, 2 alırsan. Buradan da baxanda 2 verirsən, 2 alırsan. Təyin oblastı ilə qiymətlər oblastı eyni olduğu üçün, yəni o zaman deyirsən ki, funksiyanın tərsi özünə bərabərdir. Qısacası f2 bərabərdir f'(x)-ə. O zaman bizim işimiz bu funksiyanın özüdür. İndi bunun tərsini tapmalıyıq. F tərsi x nəyə bərabərdir? Tərsini tapanda ki, bir dənə hələ bunun özünü bir dənə səliqəli altdan yazım. Təzdən vaxt getməsini dayandır. Buranı yazdım. Birdən bura sorucular deyə burada mənfini mötərizə xaricinə çıxarıram. Bax, 3 sağ üstə gələk 4 yazdım. Bunu köçürdüm sadəcə. İndi gəldik bunun tərsini tapaq. İndi bərabər qoyuram bunun tərsini tapmağa. Kəsirli sualda funksiyanın tərsi necə tapılır? Sizə qısa bir yol öyrədim.
Əgər bilmirsinizsə. Məsələn, f2 bərabərdirsə 2x çıxılsın 8-ə, tutalım ki da, olsun bu da 2 üstə gələk 4-ə. Desəm bunun tərsini tap. Tərsini tapanda qaydamız nədir? Surətdə olan x-in əmsalı ilə məxrəcdə olan sabit ədəd həm yerini dəyişir, həm işarəsini dəyişir. Dəftərinə bunu yaza bilərsən. Həm bunlar yerini dəyişirlər. Bax, bunlar qalır. -8'dir, bunlar qalır, x də qalır. Bizim işimiz əmsallarla yuxarıda olan, aşağıda olan sərbəst ədəd. 2 aşağı keçir, bu müsbət 2'dir. Aşağı keçəndə -2 kimi keçir, işarəsini də dəyişir. 4 də yuxarı keçəndə -4 kimi keçir. Bax, bu funksiyanın tərsinin tapılmağının qısa yoludur. Bizə bu suallarda çox kömək olur. İndi mən nə edəcəm? Dedim, bu x qalır, bunların işin yoxdur. İndi bu -3a üstə gələk 4'dür. Baxın, mənfidir. Yuxarı keçdiyi üçün bu bir sərbəst ədəd. Yuxarı keçdiyi üçün müsbət 3a üstə gələk 4 olacaq. Bu geri qalan olduğu kimi qalır. Aşağıda olan da bu da olduğu kimi qalır. İndi yuxarıda duran a üstə gələk 2 aşağı əksi olaraq keçir. Bu müsbət a üstə gələk 2'dir. Çıxılsın a üstə gələk 2 şəklində olacaq. Bu da funksiyamızın tərsi. Bu tərsidir. Bu da funksiyamızın özüdür. İndi bunlar bərabər olduğu üçün gör nə qayıracam. Burada x'in önü bu deyilmi? Burada da x'in önü bu deyilmi? Bunlar da eyni olmalıdır da. O zaman a üstə gələk 2 bərabərdir 3a üstə gələk 4'ə. Buradan 2a bərabərdir -2'yə. A da bərabərdir -1'ə. Düzgün cavab B bəndi. Gəlin baxaq 7 nömrəli suala. M parametrinin hansı qiymətlərində 0 ədədi bu funksiyanın qiymətlər çoxluğuna daxildir? 0 ədədi bu funksiyanın qiymətlər çoxluğuna daxildirsə, yəni qiymətlər çoxluğu cavablarımızdır. Yəni deyir cavabların içərisində 0 var. O zaman ki 0'a bərabər edə bilərəm. Bu tənliyin 0'a bərabər olması üçün köküm olmalıdır. Kökümün də olması üçün diskriminant 0'a bərabər və yaxud da 0'dan böyük olmalıdır. Ona görə elə 0'dan böyük bərabər götürürəm. Diskriminantı həll eləsək b kvadratı, yəni m üstə gələk 1'in kvadratı çıxılsın 4ac, 4 vur m üstə gələk 1. Aha, böyük bərabər 0'dan. Bunu atsaq m kvadratı üzərinə gəlinsin 2m, üzərinə gəlinsin 1, çıxılsın 4m kvadratı, çıxılsın 4m. Böyük bərabərdir 0'dan. Bunlar gedər, qalar. -3m kvadratı. Çıx 2m. Deməli, üzərinə gəlinsin 1, böyük bərabər 0'dan. Hər tərəfi mənfiyə vurub, bölüb işarəni dəyişsək, bax, bu şəklə çönəcək. Əvvəlki bölümlərdə də dedim, bərabərliyi həll etməkdə kök tapmaq lazımdır. Kökün tapmağın da müxtəlif yolları var. Mən bu üsuldan istifadə edirəm. 3m kvadratı hansı ədədlərin hasilindən ibarətdir? 3m ilə m-dən. -1 isə -1 ilə 1'in hasilindən ibarətdir. Məqsəd nədir? Bu ədədləri alt-alta yazırsan, bunları da alt-alta yazırsan. Daha sonra çarpaz vurub toplayanda ortadakı bu qiymət alınmalıdır. 3m'i 1'ə vurduğum zaman 3m, -1'i m'ə vurduğum zaman -m. Bu da edər 2m. Ortadakı qiymət alınır. Demək, düzgün ayırdım, vurğuları ayırıram. Hər kəs müxtəlif üsulla yaza bilər. 3m çıxılsın 1. Bu da m üstə gələk 1 mənim vurğularımdır. İndi diqqətlə baxaq. Hər bir vurğu 0'a bərabər eləsək, köklərimiz -1 ilə 3'də 1'dir. Ədəd oxunda bunları qeyd edək. -1'i 3'də 1'i. Daha sonra işarə təyin edirik. Əgər m'in əmsalı müsbət, burada da müsbətsə, müsbətə vuranda müsbət, mənfi, müsbət deyə düzərik. Bizə 0'dan kiçik aralıqlar lazımdır deyə bu aralıqlar, yəni -1 ilə 3'də 1 aralığını götürəcək. Düzgün cavab E bəndi olacaq. 8 nömrəli sualda bizə fx bölünsün gx funksiyasının təyin oblasını istəyir. 2 dənə funksiyanı bir-birinə ilk öncə gəlin bölək. 5 bölünsün modul x üzərinə gəlinsin modulda x çıxılsın 4, çıxılsın 4. Bölən zaman gx-ə böləndə da bunlar yerini dəyişəcək də, vuranda 2 çıxılsın 5 bura keçər. 2 üzərinə gəlinsin 1 də bura keçər.
Düzdürmü? Düzdür. İndi baxaq. Mənə deyir ki, bunun təyin oblastını tap. Funksiyamızın əvvəl halına baxsaq, sonradan adamın ağlına gəlmir. J-in özü hal-hazırda məxrəc 0 olmayacağına görə buradan yəni görsənir ki, x-imiz 5 olmaz. Niyə? Çünki məxrəc 0 edir. İndi hal-hazırda təyin oblastını taparkən burada da 0 olmayacağına görə x-imiz -1 də qiymətini ala bilməz. Çünki məxrəc 0 edir. İndi biz bunun təyin oblastından danışdığımız üçün əvvəlki bu ifadə unudula bilər. Ona görə bunu bərbaşdan yazdım. İndi gəldik deməli misalımızın həllinə. Daha sonra necə yazacağıq? Təyin oblastı taparkən x-in ala biləcəyi qiymətlər mənasına gəlir. Bu tərəfi həll etdik. Qaldı bu tərəfi həll etmək. Burada önəmli məqam modulun açılmağıdır. Modulu necə açacağıq? Yadda saxlayın. Modulun içərisini sıfıra çevirən qiymətlər bizim tənliyimizdə, modulumuzda kritik nöqtələr adlanır. Birinci modulumuzu için sıfıra çevirən 0'dır. İkincini sıfıra çevirən isə 4'dür. İndi nə ayırırıq? İlk öncə 0 ilə 4 ədəd oxunda göstərəndə, baxın, bir dəfə 0-dan kiçik qiymətlərə baxacaq. Bir dəfə 0 ilə 4 arasında, bir dəfə də 4-dən müsbət qiymətlər qoyub suala baxmalıyıq. İlk öncə gəl 0-dan kiçik olan hallara baxaq. Əgər x-imiz 0-dan kiçik olarsa, 0-dan kiçik olarsa bura mənfi, burada mənfi olduğundan 5 bölü -2 çıx 2 üstə gələk 4 çıxılsın 4 olacaq. 4'lər getdiyindən aşağıda qalacaq -2x. Bu tərəf onsuz da bizə bələddir da. Demək ki, bu şəkildə qalacaq. İndi təyin oblastını istəyir. Məxrəc 0 olmayacağına görə x-imiz 0 olmayacaq. Sən də x-i 0-dan kiçik götürmüsən. Sən də x-i 0-dan kiçik götürmüsən. O zaman cavabın mənfi sonsuzluqdan 0 aralıq olacaq. Ancaq bayaq da dedik ki, -1 qiymətini almaz deyə. Burada -1 qiymətini almayacaq. Cavabımız bu şəkildə olacaq. X-i 0-dan kiçik götürdüyümüz üçün mənfi sonsuzluqdan -1'ə birləşir. -1 ilə 0 aralığı olacaq. Əgər x-imiz 0-dan kiçik olarsa. İkinci bir hala baxacaq. O hansıdır? 0 ilə 4 aralığında. Əgər mənim x-im 4 ilə 0 arasında olarsa, x-im 0 ilə 4 arasında olarsa müsbət olduğundan bura müsbət, bura isə mənfi olacaq. Yəni 5 bölünsün 2 çıx 2 üstə gələk 4 çıxılsın 4. Buradan x-lər gedər, 4'lər gedər, məxrəc 0 etdiyi üçün demək olmayacaq, mənasız bir şey yarandığı üçün demək x-im 0 ilə 4 aralığında olmayacaq. X-im 0 ilə 4 aralığında ola bilməz. Bax, bu aralıqda qiymətdə ala bilməz. Daha sonra hansı hala baxmalıyıq? Bir dəfə də 4'dən böyük olma halına. X-imiz 4'dən böyük olarsa. 4'dən böyük olarsa bura müsbət, burada müsbət olduğundan 5 bölünsün 2 üzərinə gəlinsin 2 çıx 4 çıx 4. Yəni 2 çıxılsın 8. Bu şəkildə olacaq. Onsuz da bu tərəfə baxmıram, ehtiyac yoxdur əslində. Bunu yazmışıq. Məxrəc 0 olmayacağına görə demək ki, x-imiz 4 olmamalıdır ki, məxrəc 0 edəcək. X-imiz 4 olmaz. Biz də x-i 4'dən böyük götürüb həll etdik. Yəni 4'dən böyüklər də cavabımız olacaq. Amma bayaq yazmışıq ki, yuxarıda 5 qiymətini ala bilməz. Ona görə 5'də dayanacaq, sonra davam edəcək. Cavabımız olacaq 4'dən 5'ə birləşmə, 5'dən müsbət sonsuzluq aralığında. Hər iki cavab düz olduğu üçün bunları birləşdirəndə mənfi sonsuzluqdan -1'ə, -1'dən 0'a, 4'dən 5'ə, 5'dən müsbət sonsuzluğa, yəni B bəndi bizim cavabımızdır. Ümid edirəm qaranlıq qala nəsə olmadı. Modul ifadələrdə modulun içərisini 0'a çevirən qiymətlər tapıldığı zaman sıra-sıra çaşmamaq üçün ədəd oxu çəkirsən qəşəngcə. Başlayırsan buradan yazmağa. Burada dayandın mı? Daha sonra bu ikisinin aralığı, daha sonra burada başqa ədəd olsaydı bu aralıq, daha sonra bu aralıq. Bunlara nəzər yetirməlisən. 9 nömrəli sualda da funksiyanın təyin oblastını istəyir. f(x) bölünsün j(x)in təyin oblastı. 2 dənə funksiyanı bir-birinə bölək. 1 bölünsün, bu bizim f(x)imizi yazıram ilk öncə. 2 çıxılsın modul 2. Bölən zaman tərsinə vurulur. Yəni bölünsün ilə, yəni vurulsun. 1 bölək məxrəcdə olacaq. 2 üstə gələk 2
çıxılsın 1 çıxılsın x. Aha. Bu funksiyanın həllinə keçmədən öncə əvvəlcədən x-in hansı qiymətləri aldığını burada nəzər salaq. Kökün altı müsbət olacağından mütləq şəkildə 1 çıxaq x sıfırdan böyük olmalıdır. Yəni bu x-imiz 1-dən kiçik olsun ki, müsbət qalsın. Bu bir ifadəyə görə də x-imiz mənfi 2-dən böyük olmalıdır. Yaxşı. Bura gəlincə isə burada da məxrəc 0 olacağından, yəni x-ə nə qiymət versək məxrəc 0 olar. Nə qiymət qoysan çıxsan 0 edəcək. Yəni müsbət qiymətlər ola bilməz. Mütləq şəkildə x-in mənfi olmalıdır. Niyə mənfi? Məsələn, mənfi 7 çıxılsın. Mənfi 7 də versə müsbət 7 çıxar. Yəni mənfi ədədlərdə problem yoxdur. Toplama baş verəcək. Mənfi 8 çıx 8. Amma müsbət ədədlər qoysan məxrəc 0 etdiyinə görə mütləq şəkildə x-im sıfırdan kiçik olmalıdır. Hələ bu misala keçmədən qabaq bizim aldığımız nəticələr bunlardır. Yəni hətta bunlardan yola çıxaraq x-imin sıfırdan kiçik olduğunu nəzərə alaraq, məsələn, x-imin sıfır almaz, amma bu variantda sıfır var aralıqda. Demək, heç bu variant deyil. Yaxşı, mütləq şəkildə yəni bunlara nəzər yetməliyik. Gəldik indi ən maraqlı yerlərdən birinə. İndi bu ifadəmizə sanki heç bunları həll etməmisən. Təyin oblastını istəyir. Məxrəc 0 olmaz. O zaman kök altında x üstəgələk 2 çıxılsın. Kök altında 1 çıxaq 2 0 olmamalıdır. Sağ tərəfə göndərsək kök x üstəgələk 2 bərabər olmamalıdır. 1 çıxılsın x-ə. Kvadrata yüksəlsək x üstəgələk 2 bərabər olmamalıdır. 1 çıxaq x-ə. 2x bərabər olmamalıdır. 1-dən 2 çıxanda mənfi 1-ə. İkisi də bərabər olmamalıdır. Mənfi 2-də 1-ə. İkisi mənfi 2-də 1 dəyərini, yəni mənfi 0.5 qiymətini də ala bilməz. İkiz ala bilməz mənfi 2-də 1. Daha sonra bayaqki qaydamızdan kənara çıxmayaraq modul ifadənin müsbət və yaxud da mənfi olduğunu açmalıyıq. Bayaq nə dedik? Əgər x-imiz müsbət olarsa, müsbət çıxacağından x çıx x mənasız olacaq. Yəni x-imiz nağdı nə olmalıdır? Sıfırdan kiçik olmalıdır mütləq şəkildə. Gəlin də əlimizdə olan bunlardan görək nə yarada bilərik. Mənfi 2-dən böyük olmalıdır. Mənfi 2 bura yazsaq, mənfi 2-ni ala bilərmi? Ala bilər qeyd eləmişik. Mənfi 2-dən böyük olmalıdır. Bu şəkildə gedəcək. Daha sonra 1-dən kiçik olmalıdır. O zaman bunu burada qırsaq, 1-i burada yazaq. 1-dən kiçik olmalıdır. Mənfi 2 ilə 1 aralığı varımızdır. Daha sonra bu da deyir ki 0-dan kiçik olmalıdır. Aha, 0-dan kiçik olmalıdır. 0 da bura olsun, qaralaya bilməyəcəm. 0 almır. 0-dan kiçik olmalıdır. Bu da mənfi 1-dən kiçik olmalıydı. Yazsın da. Mənfi 1-dən kiçik olmaq, 0-dan kiçik olmaq, əlbəttə ki, mən 0-dan kiçik olmaq aralığına baxacağım. Heç biri yazmayacağım. Çünki 1 nə qədər deyir desin, 0-dan kiçik olmalıdır cavabım. 0-dan kiçik olmalıdır. Mənfi 2-dən böyük olmalıymış. Sonra mənfi 2-də 1 cavabını ala bilməz. Mənfi 2-də 1 hara düşür? Mənfi 2-də 1 də bax, bura düşür. Mənfi 2-də 1 cavabını ala bilməz. Pinti yazdım. Bax, bura 0-dır. Sonra mənfi 2-də 1 buradır. Mənfi 2 buradır. Mənfi 2-dən böyüklər. Bu mənfi 2-dən böyüklərdir. Bu şəkildə gedir. Düzdürmü? Bu 0-dan kiçiklər idi. Bir də 1-dən kiçiklər var idi da. 1-dən kiçiklər. Biri də alır. Hə. Bu şəkildə. Cavabımız da burada nə olar? Kəsişmə bura düşdüyü üçün mənfi 2 ilə mənfi 2-də 1 aralığı mənfi 2-ni alır, birləşir. Mənfi 2-də 1 ilə 0 aralığı bunları da almır. Mənim daha sonra 0-dan 1 aralığı mı? Xeyr, 0-dan böyük ola bilməz. Mütləq şəkildə bu deyir ki 0-dan kiçik olmalıdır. Onda heç bu şeyə baxa bilmirəm. Bax, bu tərəfə heç baxmaq olmaz. 0-dan kiçik olmalıdır. Cavabım bu formada olacaq, yəni EBən. 10 nömrəli sualda da təyin oblastını soruşur. Bu səfər hasilini fx vurulsun, gx hasilini. Gəlin bunlar bir-birinə vuraq. Vurma zamanı baş verəcək nə? Kök altında x üstəgələk 1 çıxılsın, kök altında 8 çıxılsın x vurulsun 1 bölü x.
Bu funksiyamız əvvəlcədən olanları buraya yazacağım. Bax. Məxrəc 0 olmayacağına görə x-in 0 almayacağını qeyd edirəm əvvəlcədən. Kökün altım 0-dan böyük olması üçün x-im 8-dən kiçik olmalıdır. 2 8-dən kiçik olmalıdır. Burada isə müsbət olması üçün x-im -1-dən böyük olmalıdır. X-im də -1-dən böyük olmalıdır. Bunlar mənim vacib qaydalarımdır. Daha sonra gəldik bura. İndi funksiyamızda baxsaq, bu surətdə qaldığı üçün surətdə hər şey verə bilərəm. Yəni bura sorun deyil. Yəni buna görə sorun deyil. Məxrəc 0 olmayacağına görə bunu onsuz da burada qeyd eləmişəm. Hətta burada 8-də olmayacağını qeyd eləmişəm. 8-dən kiçik, daha doğrusu 1-dən böyük. Elə tab bu ödəyir da. O zaman yəni burada baxılası nəsə qalmadı. Burada məxrəcdə nəsə bir şey olsaydı atıram belə bir şey. Baxardım. Bu surətdir. Zaten baxmıram. Əvvəlcədən baxmışam. Bir dənə qaldı məxrəc. Onu da yazmışım. O zaman -1-dən böyük olacaq. -1-dən böyük olacaq. 8-dən də kiçik olacaq. 0-ı da almayacağına görə arada bir dənə də 0-ı boş qoyacaq. -1 ilə 0 aralığı birləşir 0 ilə 8 aralığı. Düzgün cavab deməli 0 ilə 8 aralığı D bəndi. Gəlin baxaq 11 nömrəli suala. Bu sual əvvəlki suallardan biraz fərqlənəcək. Onun üçün diqqətli şəkildə qulaq as, dəftərinə də müəyyən qeydləri apara bilərsən. Toplama və çıxma, bölmə zamanı, vurma zamanı təyin oblastını taparkən vurduğun iki dənə funksiyanın o təyin oblastlarını ayrı-ayrılıqda baxmağı mütləqdir. Yəni məsələn buradakı kimi. İki dənə funksiyanı bir-birinə vurmadan qabaq onların özlərinin ayrılıqda təyin oblastını bilməliyik. Məsələn x0 ola bilməz. Amma mürəkkəb funksiyada durub da buradan x-i birdən böyük edəkməlidim şəklini. Demək düzgündür, onsuz da amma ehtiyac yaranmır. Niyə? Bax, jx-in qiyməti var. Mənə də deyir ki, f, bunu burada yazım, f, jx-in təyin oblastını tap. Fikir versən, jx f-in içindədir. Mən bura f, jx yazsam. Normalda bura 7 yazanda x-in yerinə aparı 7 yazmaq mənasını vermir. İndi bura nə yazacağım? Jx. Bu necə olacaq? Jx, x-in yerinə jx yazdım. Bax, çıxılsın 1 olmayacaq. Sənin də məqsədin x-ə elə bir dəyər verim ki, birdən böyük olsun istəmirsən. İndi bu da bunun yerini tutduğuna görə o zaman yazıram ki, jx çıxılsın 1 sıfırdan böyük olmalıdır. Jx-in öz cavabı var. 2 kvadratı çıxılsın 8 çıxılsın 1 sıfırdan böyük olmalıdır. 2 kvadratı çıxılsın 9 sıfırdan böyük olmalıdır. Buradan 2 çıxılsın 3 2 üstə gələk 3 böyük bərabər 0-a. Köklərim -3 ilə 3-dür. İşarə təyin eləsəm üstə gəlmə, çıxma, üstə gəlmə. Çünki x kvadratın önü müsbətdir. Mənə 0-dan böyük aralıqlar lazım idi. Aralıqlarım bu şəkildə olacaq. Mənfi sonsuzluqdan -3 isə birləşsin 3-dən müsbət sonsuzluğa. Ay müəllim, x-im birdən böyük olmalı idi. Narahat olma. Onsuz da x-in birdən böyük olmalı idi. Bunu təkcə soruşsan, hə. Amma mənim tapdığım bu aralıq promoy x-ə getmir. Bir dəfəlik yəni aparıb bunu x-ə yaza bilmirəm ki, onsuz da mən ki, sən deyəsən x-in birdən böyük olmalıdır. Bu bunun cavabıdır. Qarışıq. Yəni iç-içə olan bir funksiyanın cavabıdır. Onsuz da sən bu aralıqda götürdüyün cavabı, məsələn -4 cavabını, x-in -4 aparıb burada yazsam yerinə j -4. Həqiqətən hesablasaq, j -4-ü hesablasaq, 4-ün kvadratı 16, 16-dan 8 çıxanda 8. 8-dən də 1 çıxanda 7. Görürsən müsbət edir. Yəni qorxusu yoxdur. Ümid edirəm qaranlıq qalan nəsə olmadı. Düzgün cavabımız B bəndi olacaq. Gəlin baxaq 12 nömrəli suala. fx və jx adında 2 dənə funksiyanı bizə veribdir. Deyir ki, aşağıdakılardan hansı doğrudur? Variantlara göz gəzdirdiyimiz zaman nəyi nəzərdə tutur? fx, jx funksiyası fx funksiyasının o y oxundan 2 dəfə dartılmasından alınıb, nədən alınıb, hər nəysə. İlk öncə gəlin istəyirsinizsə fx funksiyasının qrafikini çəkək, hər şeyi aydın, bariz görək. Baxın,
Bu 200, burada y. Fx funksiyası təpə nöqtələrimiz 0'a 0 olduğu üçün bax bu bizim fx funksiyamız olsun. Tutalım. Bax diqqətlə baxın. Bu bizim fx funksiyamızdır. Yəni bunun adı 2x kvadratı funksiyasıdır. Düzdür? Sizcə x-ə qiymət verəndə bunun mu cavabı daha tez böyüyəcək, bunun mu cavabı daha tez böyüyəcək? Əlbəttə ki, bunun cavabı daha tez böyüyəcək. Ona görə bu daha tez qiymət alar. Məsələn, 2 qiymətində bu gedib nəsə alırsa, 4 qiymətində, bu hardasa 1 qiymətində gedib bunu almalıdır. Yəni bu qrafik forması istərsəməz daha tez böyüyəcək deyə bu şəkildə olacaq. O qədər əhəmiyyətli deyil, tam dəqiq çəkəcək. Bunun da adı 4x kvadrat olacaq. İndi mənə diqqətlə bax. Görək bu nə qədər dartılıb. İndi məntiqən də görürəm ki, bunun cavabı daha tez böyüdüyü üçün gx funksiyası fx funksiyasının, yəni bu fx funksiyasının y oxuna dartılmasından əmələ gəlib. Yəni bu dartılıb yığılıb, daha doğrusu sıxılmasından əmələ gəlib. Düzdürmü? Sıxılmasından əmələ gəlib, amma neçə dəfə sıxılıb bax bu. Neçə dəfə sıxıldığını indi tapacaq. Tutalım ki, buradan özümdən bir dənə x qiyməti götürüm. Bu x nöqtəsi gedib dəyib aldığı cavab kimə dəydi? Bax göyə dəydi. Aldığı cavab x-in qiymətini aparıb yerinə burada yazanda aldığı cavab deyil. X-in yerinə x yazanda 2x kvadratı olacaq. Bu bizim aldığımız cavabdır. İndi bu cavabı qırmızı olan funksiyam, yəni 4x kvadratı, gəlin görək hansı nöqtədə alır. Bu nöqtəmizə də bir a deyək. A nöqtəsini aparıb funksiyamda yerinə yazsam, bu cavabı almalıyım. O zaman a-nı aparıb yerinə yazsam, 4a-nın kvadratı olmalıdır 2x-in kvadratına. Bunlar ixtisar gedər. 2a kvadratı x kvadratı. Buradan deməli kök altında 2, hər tərəfdən kök alıram. A kvadratından a çıxdı, x-dən də x çıxdı. A-nı buradan tapası olsaq, a bərabərdir 2 bölək kök altında 2. Demək bu a-m 2 bölünsün kök altında 2'dir. Gəlin görək indi bu funksiyamız nə qədər sıxılıbdır. Yəni diqqətlə baxın bura. Bir dəqiqə. Bunu rahatcana göstərəcəm indi inşallah. Aha, görək neçə dəfə sıxılıbdır. Bölək tapaq. X-imizi bunu bölürəm buna. Görək nə qədər sıxılıb. X-i bölürəm x bölü kök 2'yə. Bölmə zamanı tərsinə çönəcək. 2 vurulsun x-də kök 2. Qalacaq kök 2. Demək kök 2 dəfə fx funksiyamızın y oxuna kök 2 dəfə sıxılmasından gx funksiyası alınıb. Gx funksiyası fx funksiyasının y oxuna kök 2 dəfə sıxılmasından alınıb. Bəli. 13 nömrəli sualda bizə funksiyanın qiymətlər çoxluğunu soruşur. Bu sual test 10'da da var idi. Orada hətta səhv eləmişdik. Sonra paylaşdım. 2 dənə yolla yazacağım yenə. İlk öncə birinci diskriminant yolu ilə verilmiş bizə bu ifadəni y-ə bərabər edərik. Daha sonra çarpaz vurarıq. 2x kvadratı y üzərinə gəlinsin 2y üzərinə gəlinsin y bərabərdir 12x-ə. Daha sonra 2x bunu belə yazacağım. Y x kvadratı üstə gələk 2y çıx 12x üstə gələk y bərabərdir 0'a. Buradan x-i mötərizə xaricinə çıxarsaq belə olacaq. Bax bu şəkildə. Vəssalam. İndi bu tənliyimin 0 olması üçün demək köküm var. Köküm olması üçün diskriminant 0 və yaxud da 0'dan böyük olmalıdır. Qısacası 0'dan böyük bərabər olmalıdır. Həll etsək b kvadrat çıxılsın 4ac. Y çıxılsın 12'nin kvadratı çıxılsın 4. A'mız y, c'miz də y. Bu şəkildə yazaram. Oldu deməli y çıx 12 çıx 4 y kvadratı böyük bərabər 0'a. Müxtəsər vurma düsturu yarandı burada. 4 nəyin kvadratı 2'nin y də y'in. Mən bunu belə yazaram. A çıx b a plus b. Yəni y çıx 12 çıx 2 y. Bir dəfə də y çıx 12 üstə gələk 2y. Olacaq belə mənfi y çıx 12
3y çıx 12 böyük bərabər 0-a. Hər bir vurğu 0-a bərabər edirəm. Birincidən y-im -12 edər. İkincidən y-im 4 edər. Ədəd oxunda bunları qeyd edirəm. -12-ni də 4-ü də. Daha sonra nə edirəm? İşarə təyin etməliyəm. Y-in önü burada müsbət, y-in önü burada mənfidir. Ona görə də mənfi, müsbət, mənfi deyə düzürəm. 0-dan böyük aralıqlar lazım olduğu üçün bizə cavabımız -12 ilə 4 arasında olacaq. Yəni B bəndi. İkinci üsulumuz Koşi teoremi ilə yazmaq idi. Kəsrin surət və məxrəcini x-ə bölürəm. X-ə böldüm, x-ə böldüm, x-ə böldüm, x-ə böldüm. Oldu belə 12 bölünsün. Eyni şey təkrar yazır amma belə nəysə. Bunu yazdım. X-ə böldüyüm üçün köküm olduğundan x-imi 0 edirəm. Bunu unutmayacağım. O dəfə unutmuşdum. İndi Koşi teoreminə görə ədədlərin müsbət olarsa, bunu əvvəlki videoda demişəm deyə biraz üzərindən sürətli keçəcəm. Əgər ədədlərin müsbət olduğu üçün bu biri biraz aralı yazım. Böyük bərabər 2 olacaq. Əgər x-im müsbət olarsa 2 olacaq. Demək ən kiçiyi 2 alacaq. 2-nin üstünə də 1 gəlsək 3 eləyəcək. Demək mənim bu məxrəcim 3-dən müsbət sonsuzluğa cavab alacaq. 12-ni də 3-ə böləndə ən böyük 4 alacaq. Ən kiçik də 0 alacaq, amma 0-ı almayacaq. İndi diqqətlə nəyə baxın. Bunu yazdım. Bəlkə x-im mənfidir müəllim. X-im mənfidirsə kiçik bərabər -2 olacaq. -2-nin üstünə də 1 gələndə -1 olacaq. Yəni məxrəcim bu səfər 12 bölünsün -1-dən kiçiklər. Yəni mənfi sonsuzluqdan -1-ə qədər cavablar alacaq. İndi 12-ni sonsuzluğa böləndə 0, 12-ni -1-ə böləndə -12. Yəni ən kiçik -12 alacaq, ən böyük də 0-ı almayacaq. 12-ni sonsuzluğa böləndə 0 edir. İndi yuxarıdakı cavab da düzdür, aşağıdakı cavab da düzdür. İndi əslində adamı çaşdıran yer buradır. -12 ilə 0 arası birləşdir, 0 ilə 4 arası. Ki cavabım 0 almaz. Amma unutduğumuz məqam nədir? X-im dedim axı 0 olacaq. X-in yerinə 0 yazsam burada 0, 0, 0, 0. 0 nəyə bölsəm 0. Mənim bu ifadəm 0 cavabını alır. Düzdür, burada alınmayacaq kimi görsətdi, amma 0 cavabını alır. O zaman -12 ilə 0-a qədərdirsə, ilə 0-ı alırsa müəllim, 0 ilə də 4 arasıdırsa, alırsa da bu, onda cavabım -12 ilə 4 arası çıxır. Məncə bu daha qısa həll olur, amma bu biraz düşünmə və səhvə yol verməsən, bu daha yaxşıdır. Amma ikinci üsul, birinci yazdığım daha doğrusu üsul, uzun çəksə də səni düşündürmür çox da. Yəni cavabımız B bəndi yenə də olur. Gəlin baxaq 14 nömrəli suala. Şəkildə verilmiş qrafik aşağıdakı funksiyalardan hansının grafikidir deyir bizə. Bu tip suallarda mən ilk öncə hər zaman belə edirəm. X oxunu və yaxud da Y oxunu kəsilən nöqtələrə nəzər yetirirəm. Məsələn, Y oxunu harada kəsib? 3 nöqtəsində. Y-i kəsən yerdə x-imin mütləq cavabımın 0 olduğunu bilməliyəm. İndi x-ə 0 ver, gör cavabı hansını da alırsan. A bəndində görsəm, x-ə 0 qiymətini versək, 3 cəmi də 9 edər. Bu ödəmədi. Yəni x-ə 0 versəm, cavab 3 çıxmalı idi. Burada C bəndi adamın gözünə girir. X-ə 0 versən, 3, 12-dən 3 çıxanda 9 qalacaq. Bu da ödəmədi. Daha sonra istəyirsiniz gəlin, x-i kəsən yerlərə baxaq. X-i kəsilən nöqtələrdə isə y-in dəyərləri 0-dır. Demək x-ə biz 3 qiymətini verəndə cavabımız 0 çıxmalıdır. Məsələn, baxaq buradan E bəndinə. 3 yazanda kvadratı 9, 3 də əlavə elədin, edər 12, 6-dan 12 çıxanda cavab 0 etməyəcək. O zaman bu da mənim həll yollarımdan deyil. Ümumi olaraq adamın gözünə ilk çarpan olmayan cavabları çıxdı. 2 dənə cavabımız qalıb. Bizdə sualda aşağıdakılardan hansı dediyi üçün variantla işləmək daha əlverişlidir. Yoxsa sən bunun durub da grafikin özün qurmağa çalışsan, günlər keçər bəlkə də. Bəlkə də tez yolu var, varsa da rəydə bildirərsiniz. Mən bu üsuldan tapacağım. Mən nə edirəm? İndi bir dənə düz xətt çəkirəm. Diqqətlə bax. Bu düz xəttim aşağıda apara bilərəm, yuxarıda apara bilərəm. Mən bunu gətirəm 3-ün üzərinə. Bax. Neçə dənə funksiyamı bu düz xətt, bax bu mənim funksiyamdır. Funksiyamı bu düz xətt neçə yerdə kəsdi? 1, 2, 3, 4, 5. Bu o deməkdir ki, 5 dənə köküm var.
Nə zaman? Cavabım 3-ə bərabər olsa. Yəni burada bir x-in qiyməti var ki, gedib o da 3 alır. Burada da bir x-in qiyməti var, o da dəyəndə 3 alır. Burada da bir qiymət var ki, 3 alır. Burada da bir qiymət var ki, 3 alır. Demək ki, cavabımı 3-ə çevirən köklərin sayı nə qədər imiş? 5 dənə köküm var imiş. İndi görək o hansı variantdır? B variantını yazası olsaq, fx bərabərdir. Modulda 6 çıxılsın, x kvadratı çıxılsın 3. Deməli, bunu mən nəyə bərabər edəcəm? 3-ə bərabər edəcəm ki, görüm köklərimin sayı 5 dənə çıxırmı? Modul ifadəni necə açırdıq? Modulu bir dəfə müsbət, bir dəfə mənfi açırdıq da. Elə bil bunun içində duran ədədi bir dəfə müsbətlə, bir dəfə mənfi ilə açacağam. 6 çıxılsın, x kvadratı çıxılsın 3, bir dəfə 3 edər. Və yaxud da 6 çıxılsın, x kvadratı çıxılsın 3, bir dəfə də mənfi 3 edər. Buradan modul x kvadratı çıxılsın 3, 3 edər. Deməli, bu necə açacaq modulu? Bir dəfə yenə müsbət, bir dəfə də yenə mənfi. 2x kvadratı buradan 6 edər, 2 buradan plus minus kök altında 6. Yəni, müsbət kök altında 6, mənfi kök altında 6. Daha sonra digərini 2x kvadratı buradan 0 edər, x də buradan 0 edər. Nə qədər kök tapdım hal-hazırda? 3 dənə kök tapdım. Tək bunun həllindən. İndi bura baxaq. 6-dan nə çıxanda mənfi 3 qalar. Modulda x kvadratı çıxılsın 3, etməlidir 9 ki, 6-dan 9 çıxanda mənfi 3 qalsın. Bir dəfə də bunu həll etsək, bərabərdir 9-a, bir dəfə də mənfi versiyasını. 2x kvadratı buradan 12 edər. Nəyin kvadratı 12-dir? Müsbət kök altında 12-nin və yaxud da mənfi kök altında 12-nin. Digərini həll etsək, x kvadratı buradan mənfi 6 edər. Nəyəsə kvadratı mənfi etməz deyə bunu baxmıram. Köklərimin sayı nə qədər oldu? 1, 2, 3, 4, 5. Həqiqətən kök sayımda 5 olmalı idi. Düzgün cavab B bəndi olacaq. Yoxlayıb baxa bilərsiniz. Burada köklərin sayı 5 dənə çıxmayacaq. Düzgün cavabım B bəndi olur. Mənim yazdığım üsul o şəkildə oldu. Sınaq deyirəm, daha doğrusu test 11-in izahı təcili şəkildə yüklənməli olduğu üçün mən videonu dayandıra bilmirəm. Bəlkə də sabah hər hansı bir qısa yol tapsam, daha gözəl yol tapsam, sizlərlə mütləq şəkildə bölüşəcəm. Gəlin baxaq 15 nömrəli suala. Funksiyanın qrafikinin simmetriya mərkəzinin -6 və -10 olduğunu bilərək m-in hasilini bizdən istəyir. Yadda saxlayın. Bunu dəftərinə qeyd edə bilərsən. Y bərabərdir. 3x üzərinə gəlinsin 8 tutalım ki, bir də 2x çıxılsın 4 olsun. Belə bir funksiya verilsin. Bizə desək ki, simmetriya yenə mərkəzini tap. Yəni, simmetriya nöqtələrini sorsa da, simmetriya mərkəzini və yaxud da simmetriya mərkəzinin koordinatlarını eyni şeydir. Burada kəsrin surət və məxrəcindəki olan dəyişənlərin qüvvətləri eynidirsə, bax, eynidir. Hər ikisi 2 də ola bilərdi. Yəni, hal-hazırda eyni olarsa, bunların simmetriya mərkəzi şaqlı asimptotla üfüqi asimptotun olduğu nöqtələrdir. Yəni, kəsişdiyi nöqtələr. Şaqlı asimptotla üfüqi asimptotun kəsişdiyi nöqtələr bizim simmetriya mərkəzimiz adlanır. Yəni, məsələn, bunun məxrəcini sıfıra çevirən şaqlı asimptotdur. X bərabərdir 2. X-dərin əmsallarının eyni dərəcəli hədlərin dərəcəsi böyük olanlardan söhbət edir. Dəyişənlərin əmsalları nisbəti isə bu da bizim üfüqi asimptotumuzdur. Simmetriya mərkəzini sorutsa, deyəcəksən 2 ilə 1/5. Yaxşı. Əgər bir də yəni bu şəkildə olarsa və yaxud da məxrəcin dərəcəsi bunun dərəcəsindən böyük olarsa şəklində olanda üfüqi asimptot tapmaq olar. Amma gəldik bu tip suallara. Surətin dərəcəsi məxrəcin dərəcəsindən böyük olarsa, burada deməli üfüqi asimptot yoxdur. Yaxşı, üfüqi asimptot yoxdur. Bu tip suallarda nə edəcəm? Simmetriya mərkəzini taparkən şaqlı asimptotla maili asimptotun kəsişmə nöqtələrini tapacağam. Mənə lazımdır maili asimptot, bir də şaquli asimptot. Şaqlı asimptot necə tapılır? Məxrəci sıfıra çevirən qiymət şaqlı asimptotdur. Yəni, x bərabərdir -n. Şaqlı asimptotumuzun cavabı simmetriya mərkəzini görsən verib. Simmetriya mərkəzi -6 ilə -10'dur. Bunlar şaqlı asimptotla maili asimptotlardır. Yaxşı. -6'dırsa, demək şaqlı asimptotumuz -6'dırsa,
Demək, x bərabər mənfi n, yəni mənfi 6 eləməlidir. N-imizin qiymətini 6 tapdıq. Bəs maili asimtotu necə tapırıq? Maili asimtot kəsrin surətini məxrəcə bölməklə alınan qismətə deyilir. Gəl kəsrin surətini məxrəcə bölək. X-in kvadratı üzərinə gəlinsin 2mx, üzərinə gəlinsin n. Bölünsün. 2 üzərinə gəlinsin n. Çubuqlu bölməni necə bölürük? Məqsədimiz burada x kvadratını almaqdır. Digərlərini heç birini hələ ki bunlara baxma. X kvadratını almaq üçün x-ə vuracam. 2x-ə dəyərsə x kvadratı üzərinə gəlsin nx. Bax, alt-alta çıxıram. Diqqətlə bax. Bunlar gedər. Qaldı 2 dənə mx, çıxılsın nx, üzərinə gəlsin n. Burada x-i mötərizə xaricinə çıxartdım. Qaldı 2m, çıxılsın n. Üzərinə gəlsin n də burada. Məqsədimiz nədir dedim. Bu x-i almaqda, bu dəyişəni uyğunlaşdırmağa çalış. Geri qalana yox. X-i almaq üçün deməli, heç nəyə vurmamalıyam. Bunun qarşısında da nə dayanıb? 2m çıx n. 2m çıx n-ə vururam. Gör nə baş verdi. 2m çıx nx-ə vuranda oldu 2m çıx n2 üstə gələk. 2m çıx n-i n-ə vuracam. N vurulsun 2m çıx n. Alt-alta çıxanda bunlar getdi. Qaldı n çıxılsın, n vurulsun 2m çıx n. Fikir versən, dəyişən deyə bir şeyimiz qalmadı. Mən burada x-li bir ifadəni buna bölən zaman x-li ifadə yoxa getdi. Əlimdə qaldı bu. Bu n-lə m bir qiymətdir. Bax, tənliyimizdə bu mn dəyişən deyil. Bunlar bir ədədlərdir. Yəni, geridə bir ədədimiz qaldı. Bu ədəd nədir bilmirəm. Ona görə buna biz nə deyəcəyik? Qalıq deyəcəyik. Maili asimtotu taparkən geridə qalan qalığa baxılmır. Bizə qismət maraqlıdır. Demək, bizim maili asimtotumuz y bərabərdir. 2 üzərinə gəlinsin. 2m çıxılsın n olacaq. Aydın oldu. İndi bu maili asimtotumuzdur bizim. Bunun adı maili asimtot. Şaqlı asimtotumuz isə x bərabərdir mənfi n-dir. Məxrəci sıfıra çevirən qiymətdir. Yəni n-imizi də 6 tapdığımız üçün bir dəqiqə baxım. Bizə özü verib elə. Şaqlı asimtotu verib. Şaqlı asimtotu nə veribdir? Şaqlı asimtotu mənfi 6 verib. Elə mənfi 6 yazıram. Ay müəllim, axı bu n 6-dır. Hədə elə yerinə yazdım da elə bil ki. Mənfi 6 veribdir. İndi aparıb bunu burada yerinə yazıram. Y-imin də cavabı bu eləməlidir. Mənfi 10. Mənfi 10 bərabərdir. Mənfi 6 üstə gələk. 2m çıx n. N-in qiyməti nədir? N-i 6 tapmışıq. 6. Mənfi 10 bərabərdir. Mənfi 6 üstə gələk 2m çıx 6. Yəni mənfi 12 üstə gələk 2m bərabər mənfi 10-a. Buradan 2m bərabərdir 2-yə. M də bərabər 1. M 1-dir, n də 6-dır. Bizdə bunların hasilini istəyirdi. Düzgün cavabımız edəcək 6 avəndi. Bir dənə sual 5 dəqiqə vaxt sərf elədik. İnşallah qaranlıq qalan yer qalmadı. Deməli, nə edirsən? Normal olanda ax üstə gələk b, mx çıxılsın c. Burada simmetriya mərkəzdirsə, məxrəci sıfıra çevirən qiyməti tap. Bir də bunları bir-birinə böl, simmetriya mərkəzdir. Yox, maili asimtot verilən zaman dərəcə böyüyərsə biraz, burada artıq maili asimtotu tapassan, bir də şaqlı asimtotu tapassan ki, bunlar sənin simmetriya mərkəzlərin adlanır. 16 nömrəli suala fikir versən, bayaqki sualdan eynidir. Bayaq dedim ki, üfüqi asimtot nə zaman olmaz? Əgər məsələn 6x kvadrat üstə gələk 7x-dən, üstə gələk 8-dən söhbət gedir kəsrin surətində. Məxrəc də belə bir şeydir. Surətdə olan dərəcə məxrəcdəki dərəcədən böyük olarsa, burada üfüqi asimtot olmaz. İndi burada deyir ki, üfüqi asimtotu varsa, məxrəcin dərəcəsi 2-dir. Surətdə də 2 olmalıdır, amma burada bizdə 3 qarşılayır. Demək, bu olmaması üçün m-ə gərək 3 qiymətini verəm ki, bu 0 etsin. Demək, m-in qiyməti 3-dür. M 3-dürsə, demək, bu yoxa getdi. Qaldı əlimdə nə? M üstə gələk 1x kvadratı. M 3-dürsə, üstünə 1 gələndə 4x kvadratı. Üstə gələk 4x, çıxılsın 5. Bölünsün 2x kvadratı, üstə gələk 1. Üfüqi asimtot dərəcələri eyni olan böyük dəyişənlərin əmsallarının bir-birinə bölünməkdən əmələ gəlir. 4-ü 2-yə bölsək 2 edəcək. Üfüqi asimtotumuz y bərabər 2 ebən. 17 nömrəli sualda j fx funksiyasının təyin oblastını tapmağı istəyir. Fx funksiyası jx-in içərisindədir. Gəl ilk öncə jx funksiyasının özünü yazaq. Buradan yazıram kök altında x kvadratı çıxılsın 1. Təyin oblastının nəyini istəyirəm?
Bunun təyin oblastını istəyirəm. Düzdürmü? Bax, bunu axtarıram. İndi bura normal x-in yeridir əslində. Amma x-in yerinə nə yazıblar? Fx. O zaman x gördüyün yerə bunu yaz demək istəyir. Yəni yazıram ki, bərabərdir. Kök altında fx-in kvadratı çıxılsın 1. Bu mənim j fx-imdir. Təyin oblastını bunu istəyir, yazdım. Təyin oblastı nə deməkdir? Kökün altı müsbət olmalıdır. O zaman həll etsək biz bunu fx-in kvadratı çıxılsın 1 böyük bərabər 0-dan. Fx çıxılsın 1 bir dəfə. Bir dəfə də fx üstə gələk 1 yazıram. Müxtəsər vurma düsturlarına görə. Fx-in öz cavabı budur. Bunu aparıb yerinə yazsam 1 çıxsam 2 çıxılsın 1 bölü x üstə gələk 2 çıx 1. Bir dəfə də toplasam 2 çıx 1 bölü x üstə gələk 2 üstə gələk 1. Böyük bərabər 0-dan. Ortaq məxrəc gətirsəm x üstə gələk 2-də 2 çıxılsın 1 mənfi 1 deyəcək çıx 2 çıx 2. X'lər gedər mənfi 3 qalar vurulsun. 2 üstə gələk 2-də 2 çıx 1 üstə gələk 2 üstə gələk 2. Buradan x'lər toplanar 2 üstə gələk 1 olacaq. Bunu bir-birinə vurduğumuz zaman məxrəc olacaq 2 üstə gələk 2-nin mötərizə kvadratı. Surətdən mənfi 3 vurulsun 2x üstə gələk 1 böyük bərabər 0-a. İndi diqqətlə baxaq. Məxrəc 0 etməyəcəyinə görə x mənfi 2 dəyərini almaz. Amma bizim kökümüzdə onu sonradan yadda saxla. Deməli, bərabərsizlik necə həll olunur? Hər tərəfi mənfiyə bölək, bu işarəni də dəyişək. Hər bir vurğu kəsrin surət və məxrəcini 0-a bərabər edən kökləri tapıram. Məxrəci 0 edən mənfi 2-dir yazdıq. Surəti 0 edən qiymət 2x üstə gələk 1 0 olarsa, x-imiz mənfi 2-də 1 qiymətini alar. Ədəd oxu çəkirik. Mənfi 2-də 1-i qeyd edirik. Bir də tapdığımız bu mənfi 2-ni də, birinci bu yazılır, üzr istəyirəm. Sonra mənfi 2-də 1-i də qeyd edirik. Yaxşı. Aha, diqqətlə qulaq asın. İndi işarə təyin eləməliyik. İşarə necə təyin olunur? İkisinin önlərinə baxılır. Əmsal müsbət olduğu üçün müsbətdən başlayıb düzə belə əksvari gedirik. Ancaq yadda saxla, cüt kök olarsa, bir kökdən 2 dənə olarsa, məsələn buna bax, kvadratik şəkildə olan ifadələrə, bunlara deyirik cüt köklər. Cüt kök nədir? Cüt kök ona deyilir ki, onun sağı və solu işarəsi dəyişmir. Burada mənfi 2 bizim cüt kökümüzdür. Ona görə mənfi 2-nin sağında necə yazılıbsa, solunda da işarə o cür yazılmalıdır. Müəllim, bu səbəbi niyə belə olur? İstəyirsənsə bunu əzbərləmək istəmirsənsə, qiymət qoy. Mənfi 2-də 1-in sağında bir dənə qiymət qoyacağım. Məsələn 3. 3 qiymətini aparıb burada yazsan, görsən ki, cavabın müsbətdir. Daha sonra mənfi 2 ilə mənfi 2-də 1 arasında bir qiymət qoysan, görəcəksən ki, bura cavab mənfidir. Daha sonra mənfi 2-nin solunda bir qiymət, mənfi 5 kimi aparıb qiymət yazsan, görəsən burada mənfidir. Yəni bu şəkildə də yaza bilərsən və yaxud da dediyim formada da qayda kimi əzbərlə. Bizə sıfırdan kiçik aralıqlar lazım idi. Onda bizim aralıqlarımız bax bu hissə olacaq. Yəni mənfi sonsuzluqdan mənfi 2-yə kimi amma almır. Mənfi 2-dən mənfi 2-də 1-ə kimi mənfi 2-də 1-i alır. Düzgün cavabımız E. Gəlin baxaq 18 nömrəli suala. Y bərabər fx funksiyasının təyin oblastını bizə deyir ki, mənfi 1 ilə 2 arasındadır. Bu birisi ifadənin, bu funksiyanın təyin oblastını istəyir. Təyin oblastı x-in alacağı və yaxud da almayacağı qiymətlər mənasına gəlir də. Yəni x-ə verəcəyimiz qiymətlər. Təyin oblastı nə deməkdir? X hansı aralıqda qiymət alır? Özü də bizə bunu verib. Deyir x 2 ilə mənfi 1 arasında qiymət alır. 2 daxildir, mənfi 1 daxil deyil. İndi bizim funksiyamız necədir bilmirəm. Y bərabər 3x üstə gələk 8-dirmi, kök 6-dırmı bilmirəm. Ancaq burada yazılan ifadə, məsələn, bizim funksiyamız fx bərabər 6x üstə gələk 8 olsun da. Burada yazılan ifadədə 7 yazılsa biz aparıb bu x-in yerinə yazmarıq. X-in yerinə yazarıq da. Yəni burada duran qiymət x-in yerinə yazılacaq olan deyilmi? Bəli. O zaman mənim x-in bu aralıqdadırsa, burada duran ifadəni aparıb x-in yerinə yazıram. Yəni 1 çıxılsın x bölü 1 üstə gələk x. Bu ifadəm 2-dən kiçik, mənfi 1-dən böyük olmalıdır. Sıra-sıra hər birini həll edək. İlk öncə gəl sağ tərəfə baxaq. 1 çıxılsın x bölünsün, 1 üstə gələk x
kiçik bərabər 2-dən. 2-ni sol tərəfə göndərsək, çıxılsın 2, kiçik bərabər 0-dan. Ortaq məxrəc gətsək, 2 üstə gələk 1. Diqqətlə bax. Surətdə 1 çıxılsın 2. Çıxılsın 2 dəfə 1'im 2, çıxılsın 2 dəfə x'im 2 2. Olacaq belə. Mənfi 1 çıxılsın 3x bölünsün 2 üstə gələk 1 kiçik bərabər 0-a. Bərabərsizlik bu şəkildə həll olunur. Hər bir vurğu surət də, məxrəci də 0-a çevirən qiymətləri tapmalısan. Məxrəci 0-a çevirən qiymət budur. Surəti yazsaq, mənfi 1 çıx 3x 0 etsə, 3x mənfi 1 etsə, x-in qiyməti mənfi 3-də 1 edəcək. Bunu tapdıq. Ədəd oxu çəkilir. Köklərin mədəd oxunda qeyd olunur. Mənfi 1 ilə mənfi 3-də 1. Daha sonra işarə təyin olunur. Yuxarıda x-in önü mənfidir, aşağıda x-in önü müsbətdir. Mənfini müsbətə böləndə mənfi etdiyindən mənfi müsbət, mənfi deyə düzürük. Bizə 0-dan kiçik aralıqlar lazım olduğu üçün cavabımız mənfi qoyduğumuz yerlər. Yəni mənfi sonsuzluqdan mənfi 1-ə, mənfi 1-i almır, birləşir, mənfi 3-də 1-dən müsbət sonsuzluğa olur. Gəldik digər versiyasına. İndi bu tərəfini həll etməliyik də, bu tərəfdə ödəməlidir. Mənfi 1 kiçikdir, 1 çıxılsın 2, 1 üstə gələk x-dən. Bunu belə yazsam olar, bu böyükdür mənfi 1 deməkdir. Bax, böyükdür mənfi 1, belə yazdım. Mənfi 1-i sol tərəfə göndərəndə üstə gələk 1 böyükdür 0-dan. Ortaq məxrəc x üstə gələk 1-də, 1 çıx 2, üstə gələk 1 üstə gələk 2. X-lər gedər, 2 bölünsün x üstə gələk 1 0-dan böyük olmalıdır. Surət müsbətdir zaten. Məxrəc də müsbət olmalı olduğu üçün x-imiz mənfi 1-dən böyük olmalıdır. Amma burada x-imiz mənfi 1-dən kiçik olan yerlərdə götürmüşük. Götürə bilməyəcəyik. X-imiz mənfi 1-dən böyük olduğu üçün bu aralığı yox, yalnızca bu aralığı götürəcəyik. Düzgün cavabımız mənfi 3-də 1-dən müsbət sonsuzluğa olacaq D bəndi. Gəlin baxaq 19 nömrəli suala. Yenə bayaqki sual tipində bir sualdır. Təyin oblastımızın mənfi 2 ilə 1 arasında olduğunu deyir. İlk öncə gəlin bunu sağ tərəfini həll edək. Təyin oblastı x-in alacağı qiymətlər mənasına gəlir. Demək bizim x-imiz 1-dən kiçik olmalıdır. Bu da bizim f x-imizdir. Yəni x-in yerinə bunu yazacağım da. Bu ifadəmdə təyin oblastı olduğu üçün içərisindəki bu ifadə təyin oblastıdır da bizim. Yəni x-ə verəcəyimiz qiymətdir. Bu da 1-dən kiçik olmalıdır. Yazıram 2-də 1. 2-də 1-i mötərizə xaricinə çıxarıram. Modulda x üstə gələk 1. Çıxılsın. Modulda x çıxılsın 3. Üstə gələk 1. Bu ifadəm kiçik olmalıymış 1-dən. Burada 1-lər islah olunur. Qaldı kiçik bərabərdir 0-dan. Hər tərəfi 2-yə vursam, bunlar gedər. Bu da edər elə 0. Modul necə həll olunur? Modulda x üstə gələk 1. Kiçik bərabərdir. Modulda 2 çıxılsın üstdən. Hər tərəfi kvadrata yüksəldirən modul bərabərsizlikləri bu şəkildə həll etmək daha rahatdır. X-in kvadratı üstə gələk 2x üstə gələk 1. X-in kvadratı çıx 6x üstə gələk 9. Buradan bunlar gedər. 8x kiçikdir 8-dən. X-imiz kiçikdir 1-dən. X-imizi 1-dən kiçik aldıq. İndi daha sonra o birisi versiyasına baxacaq. İndi səbirli olun. Mənfi 2-dən də böyük olmalıdır. Demək mənim x-im mənfi 2-dən də böyükdür. Yəni mənfi 2-dən böyüksə bu mənim x-imdir. 2-də 1 yenə mötərizə xaricinə çıxartdıq. Modulda x üstə gələk 1 çıxılsın. Modulda x çıxılsın 3 üstə gələk 1. Deməli hər tərəfi 2-yə vursaq edəcək mənfi 4 kiçikdir. Modulda x üstə gələk 1 çıxılsın. Modulda x çıxılsın 3 üstə gələk. Hər tərəfi 2-yə vurduğum üçün getdi. 2-yə vurduğum üçün üstə gələk 2 olacaq. Demək ki, modul x üstə gələk 1 çıxılsın, modulda x çıx 3 böyükdür mənfi 6-dan. Gəldik bunu hesablanmağına. Yadda saxla, bu ifadədə onsuz da x-in yerinə istənilən qiyməti yazsan, cavab mənfi 6-dan böyük eləyir. Niyə müəllim? Bax, modulun için 0-ə çevirən qiymətləri tap. Mənfi 1 ilə 3. Əvvəlki sual izahlarında dedim. Bunlar bizim kritik nöqtələrimizdir. Sən bu aralıqlarda qiymət yoxlamalısan, bu aralıqda bir dəfə yoxlamalısan, bir də bu aralıqda bir dəfə yoxlamalısan. Mənfi 1-dən kiçik bir ədəd versən, bura mənfi, burada mənfi edəcək. Düzdür? Mənfi 2 versən falan da. Olacaq mənfi 2 modul açanda çıx 1,
Üstə gələk 2x mənfi promoy buradaydı. Çıx 3. X-lər getdiyi üçün -4 böyükdür -6-dan. Görsən ödədi. Bu aralıqda bir qiymət qoydum. İşarə qoydum sadəcə. Bu cavabım ödədi. Demək ki, hər zaman doğrudur. Gəldi ikinci versiya. -1 ilə 3 arasında qiymət qoysam, görək problem törənmir ki, -1 ilə 3 arasında bir ifadəyə qiymət qoysaq, bura müsbətidir, bura mənfidir. Olur x üstə gələk 1. Çıxılsın mənfi, bu mənfi dəyər üstə gələk 2 çıxılsın 3. Buradan 2x çıxılsın 2 böyükdür -6-dan. 2x böyükdür -4-dən. X böyük olmalıymış -2-dən. Burada problem yaşadıq. X'imiz -2-dən böyük olmalıymış. Sən onsuz da bu aralığı götürmüşdün. Bu aralıqda olan hər bir qiymət onsuz da -2-dən böyük deyil. Bəli. Ödədi də şərtimiz. Ödədi. Yəni nə qiymət qoyursan qoy, -1 ilə 3 arasında sonsuz sayda qiymətlər var. -1 tamamında neçə, 2 tamamında neçələr. Nə qiymət qoyursan qoy, onsuz da ödəyir. Çünki x-in -2-dən böyük olmalıdır, onsuz da olur. Bu da ödəyir. 3-ün sağında da qiymət qoyanda, məsələn 4 qoysaq müsbətə olur. Burada müsbət olur. Olur. X-lər gedir. 1 üstə gələk 3 olur. Bu dedir 4. 4 də -6-dan böyük olduğu üçün burada da nə qoyursan qoy ödəyir. Yəni bərabərsizliyimin bax bu sol tərəfi var. Hər zaman hər şeyi ödəyir. Yəni bunun cavabı mənfi sonsuzluqdan müsbət sonsuzluğa hər şeyi ödəyir. Amma bayaqki şərtimizə görə x-imiz 1-dən kiçik olmalı olduğu üçün 1-dən kiçik olacaq, mənfi sonsuzluqdan 1-ə C bəndi. Gəlin baxaq 20 nömrəli və sonuncu sualımıza. Bizə deyir ki, deməli bu sualda fx funksiyasının, bax bu funksiyanın təyin oblastı 2-4 aralığındadır. Digər funksiyanın da, bunun da təyin oblastı bu aralıqdadır. B-nin qiymətlərini soruşur. İndi bax nə edəcəm? Fx funksiyamızın təyin oblastı. Fx kx üstə gələk b-dimi bilmirəm. Kök altında x çıxaq 4-dümü bilmirəm. Yəni hər nədir bilmirəm. Axır əvvəl təyin oblastı deyəndə x-in alacağı qiymətlər anlamına gəlir. Məsələn, kök altında x çıxaq 4 isə fx, təyin oblastı 4-dən böyüklərdir. Gördünüz, heç bundan əlaqəsi olmayaraq x-i təkcə tapdıq. Çünki təyin oblastı x-in aldığı qiymətlərdir. O zaman fx-in təyin oblastı 2-4 aralığındadsa, demək bizim x-imiz 4 ilə 2 arasında cavab almalıdır. Düzdürmü? Düzdür. İndi gələk bu birisinə baxaq. Hansına? F bx üstə gələk 3 çıx 4b-yə. Bu boyda yeşə bir ifadə yazmasam, eləcə f7 yazsam, x-in yerinə 7 yazmazsan, yazarsan. İndi x-in yerinə bu ifadəni yazacaqsan. Yəni 2 kiçikdir. X-in yerinə yazdım bx üstə gələk 3 çıx 4b kiçik bərabər 4-dən. Bunu yazdım mı? Yazdım. İndi bu funksiyanın təyin oblastı 1-7 aralığındadır. Bunun təyin oblastı da x-in aldığı qiymətdir də. Ona görə ki x-i tapacağam. Hər tərəfə 4b əlavə et. 4b əlavə etdim. Bura yoxa çıxdı. 4b də bura əlavə edirəm. 2 üstə gələk 4b kiçik bərabər bx üstə gələk 3-dən kiçik bərabər 4 üzərinə gəlinsin 4b-dən. Hər tərəfdən 3 çıx. 3 çıxsaq -1 üstə gələk 4b kiçik bərabər bx-dən kiçik bərabərdir. 3 çıxanda 1 üstə gələk 4b edəcək. Hər tərəfi b-yə böl. Deməli x kiçik bərabərdir. 1 bölünsün b üstə gələk 4-ü b-yə böləndə edəcək 4 böyük bərabərdir. Deməli b-yə böləndə -1 bölək b, b-yə böləndə 4 qalacaq. Tapdım. Bu ikinci bax bu funksiyamızın təyin oblastıdır. Bunun təyin oblasti da maksimum 7 alar. Demək ki bu maksimum 7 olmalıdır. Yəni x kiçik bərabər 7 olmalıdır. Demək bu ifadəmiz 7-yə bərabərdir. Bu ifadəmiz isə nədən böyük olmalıymış? 1-dən. Bu da 1-ə bərabərdir. Yəni 1 bölünsün b üstə gələk 4 7 edər. 1 bölək b 3 edər. B-mizdə 3-də 1 edər. Yox, bunu həll etmək istəsəm, -1 bölək b üstə gələk 4. Dedim nə edəcək? Burada nə verib? 1 edəcək. 1 edəcək. Buradan da b-də 1, 3 edəcək. B-nin qiyməti yenə də 3-də 1 edir. B hər iki halda 3-də 1 etdiyinə görə düzgün cavabımız olacaq yazsana. Bəndi. Beləliklə test 11 nizahı yekunlaşdı. O biri videolara baxmış olaraq biraz videonun müddəti uzun ola bilər. Ümid edirəm
faydalı video oldu sizlər üçün. Növbəti videomuzda görüşənədək.